Hə, köhnələr. Deyirəm ki, 19-cu əsrin sonunda, 20-ci əsrin əvvəllərində, Bakının qızıl vaxtlarında, Bakıda bir zəngin, imkanlı, necə deyərlər, baltasının sağı da kesən, solu da kesən bir insan yaşayırdı. Həmən o insan adı da Danil Lazareviç Mayılov idi. Danil Mayılov öz vaxtının hörmətli kişilərdən biri idi. Biznesmen idi. Həmçində hər bir, necə deyərlər, zəngin adamların ola-ola, bunun da öz zəifləri var idi. Zəiflərindən də biri o idi ki, sevdiyi bir Zənan xeylağı var idi. Həmən o Zənan xeylağı özü də ki, opera və balet aktrisası idi. Yəni, başa düşdünüz də, özü də yaşayırdı başqa bir ölkədə. Sözü gedən bu Danil müəllim nə qədər yalvarırdı ki ona, ay sənə qurban olum, ay sənin ürəyin nə istəyir sənə üçün eləyim, gəl Bakıya. O da deyirdi, yox, mən Bakıya gələ bilmərəm, çünki mənim həyatım birbaşa səhnə ilə bağlıdır. Bakıda isə heç bir opera, balet və teatr yoxdur. Hə, bunu eşidəndən sonra Danil başa düşdü ki, qara qızının dərdi var imiş. Dedi, hər şeydir pulla bağlı deyil ki, sən gəl Bakıya, mən sənin üçün Bakıda bir dənə xüsusən sənin üçün ləzzətli bir dənə super opera və balet teatrı tikim düzəldim, sən də bax. Onu da deyim sizə ki, həmən Danil, yəni o zaman üçün o qədər zəngin idi, inkişaflı idi, necə deyərlər, sözü keçərli idi. Həmçində onun özünə məxsus bir ətrafı var idi. Yəni, özü kimi zənginlərdən ibarət, özü kimi sağa, sola kesən baltaları olanlardan ibarət. Həmin adamlardan biri də Hacı Zeynalabdin Tağıyev idi. Hacı eşidir bu sözü, deyir ona ki, ay Danil, sən özünü öldürsən də bir il ərzində sən bu opera, balet teatrını yəni inşa eləyib bitirə bilməzsən, bu qeyri-mümkündür. Neysə, uzun sözün qısası, bu iki dənə o vaxtın köhnə kişiləri öz aralarında mərc qoşurlar. Danil deyir ki, bir ilə həmən bu opera, balet teatrını mən tiksəm, sən Hacı Zeynalabdin onun tam şəkildə bütün dəyərini ödəyəcəksən. Mən amma tikə bilməsəm, onun 2 qatını sənə qaytaracağam. Bu ilə mərc qoşdular və sonra görün dalı nə oldu. Düz bir ildən sonra, hətta bir ildən sonra yox, 9 aydan sonra həmən bax bu gördüyünüz gotika, arxitektura, yəni ki, üslubunda tikilmiş arxitekturanın bir parçası olan bu gözəl, əvəz olunmaz opera və balet teatrı bizim doğma Bakımızda yarandı və demək olar ki, uzun illərdir bizim gözümüzü zənginləşdirir, feyziyab eləyir bizi. Bax, bu cürünə bu opera, balet teatrı. İndi mənə bir dənə məsələ çox maraqlıdır. Son 2 ildir həmən bu opera, balet teatrı öz fəaliyyətini dayandırılıb və burada güya hansısa təmir işləri gedir. Amma artıq 2 il keçdi. Biz bu təmir işlərinin nə əvvəlini görə bilirik, nə də ki, axırını. Yaxşı sual belədir. Necə olur ki, 1910-cu ildə, yəni əsrlər bundan əvvəl, həmən bu opera, balet teatrını 9 aya inşa edib istismara verə bilirlər. 21-ci əsrdə texnologiyaların müasir zamanında artıq 2 ildir ki, buranın təmiri nə başlayır, nə də ki, bitir. Xahiş edirəm, bu suala cavab verin. Bu qədər, qəlbdən qəlbə.